Uşağın yuxudan tez-tez ayılması, ağlaması, narahat olması, əmgəyin pulsasiya etməsi, əzələ tonusunun bir qədər yüksək olması kəllədaxili təzyiqin olması anlamına gəlməz. Bir sıra ciddi əlamətlər kəllədaxili təzyiqin göstəricisi ola bilər. Məsələn, baş çevrəsinin çox sürətlə böyüməsi. Hər ay bildiyiniz kimi uşaqları müayinə edərkən baş çevrəsi ölçülür və bu baş çevrəsi normadan artıq böyüyürsə, biz o zaman kəllədaxili təzyiqin artmasından şübhələnirik. Gözlərin daim aşağı baxması, günəş batan simptomu, uşaqda ciddi nevroloji simptomların olması, fontan şəkilli, uzun müddət davam edən qusmalar, uşağın göz zibində olan dəyişikliklər, kəllə tikişlərinin aralanması bu kimi ciddi əlamətlər kəllədaxilin təzyiqin göstəricisidir. Gördüyünüz kimi əziz analar, hər ağlayan, yuxusu narahat olan uşaqda kəllədaxili təzyiq olmaz. Kəllədaxili təzyiq çox ciddi bir xəstəliklərin göstəricisidir və onun heç bir dərman müalicəsi yoxdur. Gördüyünüz kimi bir sıra ciddi əlamətlərlə özünü göstərir və bu xəstələr yalnız əməliyyatla sağala bilirlər. Uşağınız narahatsa, yuxusu bir qədər normal deyilsə, tez-tez ayılırsa, bu onda kəllədaxili təzyiqin olması anlamına gəlmir və bir sıra dərman müalicələrinin verilməsinə də ehtiyac yoxdur. Yersiz verilən dərman müalicəsi gələcəkdə uşağınızda bir sıra problemlər yarada bilər.